Bir izləyicim yazmışdı, bunu səhər eləmək lazımdır dedi. Yaxşı olur, mən də səhər eləyirəm. Səhər xodda qoymuşam. Bunu sürətli eləmək olur. 2 dərəcəsi var. Zəif xodda qoydum. Axşam eləmədim, dedim səhər eləyim, görüm necə olacaq. Bilirsiniz necədir? Öskürmür Rahim. Prosta boğulur dəyişət. O öskürək var idi, o gedib, elə öskürürdü ki, qaytarırdı. O gedib, qalıb boğulmağa. Elə bir ki, boğazı qəfil qıcıqlanıb, nəfəs ala bilmir. Belə bir şey qalıbdı. Görək nə olur. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu aralar qarışıqlı işlərim çoxdur. Çalışdığım qədər sizlə blogda bölüşəcəm. Qida marajnaları qəşəng olur. Hazırlaşırıq, işimiz var. Bir yer burada dəyməliyik. Ona görə indi üzümə belə əl gəzdirəcəm. Makyaj edən deyil, ən düzdür. Bu güneş kremidir. Baxmayaraq hava tutqundur ki, belə bir güneş kremi almışam. Çox qəşəngdir. Heç elə bir ki, üzə gün güneş kremi vurmursan da. Yəni, ümumiyyətlə, mən bir çox gün kremi istifadə etmişəm. Amma son vaxtlarda ən bəyəndiyim budur. Belə rosaksiya. Nə yapış-yapış olur, nə üzdə yağlılıq verir. Yoxa çıxır da, nə ağ qalır adamın üzü. O vaxt sebamiyyə istifadə edirdim, o xoşuma gəldi. Üzümdə belə ağ kimi qalırdı da, hiss olunurdu. Həmişəki kimi gözaltı nəmləndirici. Mən bunu istifadə edəməsəm olmaz. Tanani krem falan vurmayacağım. İşimiz var, onlara dəyib gələcək. Mən yadımıza gəlsə demişdim ki, qaşımı laminasiya elətdirmirəm. Gel vururdum. Mən qayıtdım təkrar laminasiyaya. Gel falan hamısı boş şeydir. Qaşa laminasiya olmadı. Düzdür, gel vurmaq olar, yaxşısını tapmaq lazımdır ki, bərk olsun, saçın dəyən kimi dağılmasın qaşın. Həm də duruşu falan, məndə burada çapıq var deyə. Belə də görsəmiş. Həmsə qaşın belə forması falan, tüklər üz aşağı kökündən olmur da, çox qəşəng qalır. Nəyəsə, başa düşdüm ki, yox. Mən daha laminasiyanı saxlamayacağım. Sonra belə bir əməkdaşlıqda göndərmişlər mənə hədiyyə. Çox qəşəngdir. 2 dənə rəngi var. O da çox olur. Az da bura dodaq üçün istifadə etmiyorlar. İnşallah bu çox olmadı. Ziyaydım ki yayda xoşum gəlir ümumiyyətlə belə. Burnun üstünə də vuranda. Şey qaldı. Dodağımızdan. Əvvəl dodağımın üstünü kənara çıxırdım. İndi biraz çıxıram. Çünki çıxanda yaxşı olur. Zaqar alandan sonra dərimdə qəribə dodağımda görürsünüz, quruluq hiss edirəm. Biraz ümumiyyətlə, nasıl bütün dərim soyuldu da mən Qəbələdə yanandan sonra hovuzun buranda. Əla. Mən də tuş çəkeyim. Tuşumu dəyişməliyəm. Bu tuşu heç bəyənmədim. Top feyzindir. Dəyişət yayılır. Mən Mabel'in istifadə edirdim. Onun tuşu çox qəşəng idi. Belə qopurdu su dəyəndə, topa düşürdü də. Yəni qapqara rəng kimi yayılmırdı göz altına. Bu yayılır. Qəbələdə hovuza girəndə axırda bütün təmiz tuşumu sildim. Sonra girdim o birisi gün. Ümumiyyətlə heç istifadə eləmədim. Birinci gün elə vurmuşdum, gözümdə var idi da buradan gedəndə. Qapqara oldu gözümün altına, günə qaldı. Mən belə tuş görməmişəm, heç bəyənmədim. Dəyişət yayılır. Saçımı da belə hörürəm. Bu hörük çox qəşəngdir. Yayda ümumiyyətlə mən evdə belə çox da saçımı saxlaya bilmirəm. Üstü olur mənə, təbriyirəm, dəyişət. Ürəyim sıxılır, nəsə bilmirəm. Belə hörürəm və evdən də çıxanda belə açıram. Bir gözəl buruq qalır. Çox qəşəng qalır da. Nə baxın. Olmadı sərgəli buruq.
Yaxınlarda da gedib saçımı rəngləyəcəm. Görək, usta falan da baxıram, görüm kim elətdirə bilərəm, yoxsa köhnə ustamı elətdirəcəm. Evdə elətdirəcəm, ustamı bilmirəm. Verməmişəm. Baxın, bu hörüklə olanda saç çox qəşəngdir. Saçı bu qəşəngdir. Fen vurmuram, saçımı qurutmuram, fen ümumiyyətlə istifadə eləmirəm, saçımı yuyuram, badam yağımı vururam, spreyimi vururam, sonra da qəşəng biraz qalır, darayıram, biraz qalır, suyu çəkiləndən sonra belə qəşəng bölürəm. Evdən tutuşa çıxdım marketə, sırası açıram, hazır baramağa da ehtiyac yoxdur, səri qalır, təmiz qalır. Evdə gələn kimi yenə eyni qaydada vuracam. Saçımda maşallah olsun, xeylan uzanıbdır. Bu da badam yağı xeyri. İndi mən şərhləri də paylaşacağım. Kim ümumiyyətlə badam yağını istifadə edib, xeyrin görür və neçəyə alıbsa, onu şərhlərdə mənə yazın. Mən onları screenshot edəcəm, götürəcəm, paylaşacağım Instagramda. Çünki mən götürüb yazırlar ki, qiyməti səhv deyil. Niyə səhv deməliyəm də qiyməti? Nə ucuz bir şey paylaşmışam, xeyri, faydalı olan bir şeydir. Onu da bir dənə səhv tutmağa çalışırlar. Neysə, özünüz bilərsiniz. Mən istifadə edirəm deyə saçım uzanıb, saçım qurdan idi martda. Görün nə qədər uzanıb. Həm də ki, sağlam olubdur. Hovuzdan gəldim, saçım yanmışdı, nə gündəydi. Badam yağını vuran kimi düzəldi. Oldu saçım ipək kimi. Özdə qalır ha belə. Baxım yağın kimi də istifadə edirəm. Saçımı yuyandan sonra sprey vururam, sonra ucuna badam yağı 2 damcı bəs edir, 2 damcı əlimə vurub edirəm. Bir də ki, acı badam yağı qəti şəkildə istifadə eləməyin. Kosmetik badam yağı, şirin badam yağı olmalıdır. Və belə vururam, saçım bir ipək kimi yumuşaq qalır, nə dolaşır, nə belə, nə də o vız-vız sərgəli vücudu olmur. Nəysə, gedim. Yağış da yağır, bizim vaxtımızdan çıxdıq, yağış yağır. Şəhərdə də çox maşın yoxdur duran. Hələ azdır. Da kartof qaynadıram, tərkib bir yemək hazırlayacağım. Yemək deyəndə belə atışdırmaq bir şeydir. Qaynasın. Sonra bundan eşə xəmir eləyəcəm. Şüyüklü falan, yağda qızardacağım. Amma 2 saat çəkəcəkdə o axşam tərəfi yiyəcəyim. İyi. Biraz uzaqlaşdıram, odanın içine girib. Eyni necə qreçkanı eləyirəm, bulguru da belə eləyirəm. Çünki mən bulgurlu qreçka belə sevmirəm. Belə pişirəndə yeyə bilirəm. Sütdür, kölədir, soğandır. Belə qovururam bir şey, düzdür, patatesi nə qədər qoymuşam. Şimdi bulguru edəcəm. Suya qoymuşam soyuq suya, buz açılsın. Uşaqlar üçün qızardacam, həm də bulgurun üstə qoymağa. Uşaqlar makaron istəyir, onu eləyəcəm. Burada da bulgurda sudadır. Birazdan yuyub əlavə eləyəcəm o şeydir, kökün üstünə. Hərə bir yemək istəyəndə belə olur da evdə. Kartofu piralına gətirdim. Bir çay qaşığı duz atdım. Bir stəkan süt tökürəm. Bir dənə də yumurta. Sonra belə şüyüd doğramışam. Bunu da əlavə edirəm bura. 2 stəkan da un tökəcəm. Bir də maya. Mayanı da əlavə elədim. Bir xörək qaşığı əlavə elədim. Qarışdırıram. Sonra un əlavə edəcəm. Bir stəkan da əlavə edeyim. Əslində 500 qram olmalıdır un. Amma dəyişə bilər. Hazırda yoğurdum xəmiri 1 saat dinlənəcək. Bu şişməlidir. Belə ələ yapışan xəmir olur. Buna baxın. Bulgurdur. Burada makaron uşaqlar üçün. Burada toyuq qızartmışam. Qatıq dözüm eləmişdim. Hazırdır. Bilmirəm, hazırlayanınız var ya yox. Çox dadlı da. Yəni, telaşqıdan da qəşəngdir. Bunu qızartdım. Çox qəşəng oldu. Stəkan ayırdım. O prosesi çəkə bilmədim. Seriala baxırdım. Çox dadlıdır da, çox dəhşət dadlıdır.
mütləq edeyim. Demək olar ki, neçə aylardır ki, mən ev vloqu paylaşmırdım. Ev təmizləmək vloqu yox idi. Bilirəm ki, mənim bu vloqlarımı çox bəyənirsiniz. Ona görə düşündüm ki, son vloqlarımda artıq ev vloqları da edəcəm və belə təmizlik vloqlarımı da paylaşacağam sizinlə. Neçə vaxtdır ki, pəncərəni silmirdim, açığı heç indi də silmədim. Evin içindən sildim, çölü tozlu qaldı. Onu başqa bir gün siləcəm, çünki dəhşət hava günəşli idi. Məndə pərdə cırılmışdı, günlük pərdəsi, onu dəyişdim. Ona görə dedim elə hamısını yuyum, içdən də silim ki, təmiz olsun. Ümumiyyətlə əlimə keçdikcə evin içində ayrıca bir gün yox, elə tez-tez tozunu alıram. Sadəcə pərdən yuduğuma görə indi də içdən elə belə sildim. Başqa bir gün günəşli hava olmayanda qəşəng siləcəm. Siz günlük pərdədən ümumiyyətlə istifadə edirsiniz. Elə adamlar var ki, görmüşəm ki, günlük pərdə istifadə eləmirlər. Əgər o pəncərəni günəş dəyirsə, günəş görürsə, mütləq günlük pərdə olmalıdır. Çünki gün pərdəni keyfiyyətsiz edir, parçanı soldurur, sonra isə parçaya toxunanda belə, yəni cırılıb tökülə bilər də, o dərəcədə olur. Ona görə düşünürəm ki, mütləq günlük pərdə lazımdır. Burada isə Rahim gəlir, təyyarəsini sizə göstərir. Bilirəm ki, sizə demişdim ki, biz köçməyə hazırlaşırıq, ancaq köçmək mümkün olmadı. Nəyə görə deyim? Əslində köçəcəkdik. Sadəcə olaraq biz həmin evimizi satası olduq. Ona görə də bizim köçmək söhbətimiz 1-2 ay daha da uzandı. Deyim ki, buradan da yəni bu fikrimi də sizdən bölüşüm. Çünki sizə demişdim köçəcəm, deyərsiniz ki, hər dəfə təmizlik edəndə deyirsən ki, köçəcəm, elə bu evdəsən. Ona görə bu səbəbə uzandı bizim köçmək söhbətimiz. Yenə 1-2 aydan sonra inşallah Allahın köməyi ilə düşünürük ki, öz evimizə köçərik. Mən də bu 1-2 ayda artıq bu pərdəni görmək belə istəmirəm, gözüm yorulub. İstəyirəm ki, bura pərdə tikdirim. İnşaatçılarda getdim, maraqlandım. Çox baha idi. 2 variant qalıb. Bilmirəm ki, hansından gedim, harda elətdirim. İkisinin də məsafəsi uzaqdır deyə, düz desək bizə yaxındır. Ancaq Vasmoy bazarı bizə uzaqdır. Ona görə bilmirəm ki, hara gedim. Burada artıq sizin məsləhətinizə ehtiyacım olacaq. Ucuz pərdə yeri haranı bilirsinizsə məsləhət mütləq rəylərdə yazıb mənə köməklik edin. Yeri gəlmişkən əgər kanalıma abunə deyilsə, mütləq kanalıma abunə olub vloqlarımı bəyənməyi unutmayın. Belə pərdələri yudum. Bu əslində bizdə yataq otağındır. Yatırdım bura. Çünki o birisi cırılmışdı. Orada balkon var deyə gün elə də düşmürdü otağa, amma burada düşür. Pərdələrimi dəyişəcəm vaxt deyilən kimi, bilmirəm. Sizcə Vasmoyda ucuz olar pərdə, yoxsa Sədərəkdə? Bunları vaxt Sədərəkdə tikdirmişdik. Bilmirəm, Vasmoya gedim, yoxsa Sədərəyə pərdə tikdirmək istəyirəm bura. İnşaatçılarda maraqlandım, çox baha idi. Ona görə bu ikisindən birinə gedəcəm vaxt deyilən kimi tez bir zamanda. Bir dənə pərdə seçəcəm bura. Uzun olsun, belə qısa yox da. Uzun olsun, 2 aydır nə qədər burada qalacaqsa, düşünürəm ki, pərdə lazımdır da. Özüm üçün dəyişiklik istəyirəm. Külək çıxardır çölə. Havada belə təzə yolumuzda açılıb. Qalıb sınaqları çəkməkləri. Yol qəşəng görsənir.